Bu dərsimizin mövzusu əlaqələr olacaq. Əlaqələrdən istifadə edərək SolidWorks-də surətli bir şəkildə və düzgün metodikadan istifadə edərək çəkimlərimizi necə edə bilərik? Bunları izah edəcəm sizə. Bundan əlavə olaraq deyim ki, əlaqələr mövzusu çox önəmlidir. Çünki həm 2D-də, həm 3D-də, həm texniki rəsmdə, hətta montajda belə əlaqələrdən çox istifadə olunur və düzgün çəkim metodikasını anlatır əlaqələr bir növ və surətli təbii ki də. Əvvəlcə başlayaq, əlaqələrə necə keçid edirik, bunu göstərim sizə. Sketch hissəsindən Display Relation-a gəldiyiniz zaman, Relations əlaqələr deməkdir zaten. Add Relation dediyiniz zaman, yəni əlaqə əlavə edin ikinciyə. Klik elədiyiniz zaman keçid edirsiniz əlaqələr hissəsinə və istədiyiniz burada fiqurları seçib bir-bir arasına əlaqə verə bilirsiniz. Əvvəlcə bərabərlik əlaqəsini görək. Məsələn, burada gördüyünüz fərqli çevrələrimiz var. Bunların ölçüləri eyni deyil. Sadəcə biz eyniləşdirəcəyik ölçüsün. Məsələn, gələk bu çevrələrin hamısını seçək. Daha sonra burada equallıq əlaqəsi çıxır avtomatik olaraq. Equallığa klik elədiyiniz zaman bu çevrələr hamısı bir-birinə bərabər olacaq. Daha sonra OK basaq. Smart Dimension'dan ölçülərinə baxaq. 40 ölçüsü. 40 ölçüsü. Bu nə işimizə yarayır? Əvvəlcə bunu deyim sizə. Ola bilir ki, məsələn, hər hansısa bir modelinizdə çoxlu çevrələrdən istifadə edə bilərsiniz və ya fərqli fiqurlar ola bilər. Bunlar arasında əlaqə vermək istəyirsiniz ki, birini dəyişdiyiniz zaman avtomatik olaraq hamısı dəyişsin ki, bir-bir gedib o 40 ölçülərin hamısını, məsələn, 45-ə dəyişmək məcburiyyətində qalmazsınız. Gələk, buradakı 40 ölçüsün 45-ə dəyişək məsələn indi. Avtomatik olaraq digərləri də dəyişəcək. OK bastığımız zaman hamısı böyüyür. Smart Dimension'dan da gəlib yoxlaya bilərsiniz ölçüləri. Və bunlara artıq ölçü verməyə ehtiyac yoxdur. Çünki əlaqələr bu ölçüləri təmin edir bir növ. Əlaqələr olduğu müddətcə bunlara ölçü verməyə ehtiyac qalmır. Daha sonra başqa bir əlaqəmizi görək. Məsələn, burada hər hansısa bir nöqtə qeyd edək. Bunların tam sonluqlarına nöqtələr qeyd edirəm. Bu arada nöqtəni istədiyiniz kimi gəlib buradan seçib istədiyiniz yerə qoya bilərsiniz. Sadəcə çevrələrdə 4 hissədən sarı nöqtələr çıxır. Yəni bu nöqtələr xəyali nöqtələrdir. Əslində burada yoxdur. Amma gəlib klik edib qoya bilirsiniz bu şəkildə. İstədiyiniz başqa yerə də qoya bilirsiniz. Amma bu yerə qoyduğunuz zaman artıq buradan hərəkət eləmir. Digər yerlərə əlavə etdiyiniz zaman buradan hərəkət elətdirə bilirsiniz. Bu nöqtələri, indi silirəm bu nöqtəni. Bu əlaqəmizdə, yeni əlaqə öyrənəcəyik. Bu əlaqəmizdə horizontallıq və ya vertikallıqda eyni hizada olmasını göstərəcəm sizə. Hal-hazırda bunlar eyni hizada deyil. Hətta biraz da yuxarı çəkək, eyni hizada olmadığını görmək üçün. Eyni hizada deyil. Gələk, Add Relations deyək. Bu nöqtələri seçirəm. Burada çevrəni seçdim səhvliyi. Gəlib buradan istədiyiniz kimi tez silə bilərsiniz. Daha sonra yenidən nöqtələri əlavə edirəm. Daha sonra bunlar eyni horizontallıqda olsun. Buranı bastığım zaman avtomatik olaraq eyni horizontallıqda olur. OK basıram. Hər hansısa birini hərəkət elətdirsəm indi bu horizontallıq pozulmayacaq. Hətta bunlar arasına gəlin biz equallıq verək ki, daha yaxşı anlaya bilək bu mövzunu. Gələk burada equallıq əlaqəsi verək ki, hərəkət elətdirdiyimiz zaman hamısının necə hərəkət elədiyini görək. Gördüyünüz kimi, eyni hizada, yəni horizontallıqda hərəkət edir. Bunu mərkəzə də verə bilərik, qıraqlara da verə bilərik, bu hissəyə də verə bilərik, istədiyiniz yerə verə bilərsiniz. Hətta xəttlərdə yenə bu nöqtələrdən istifadə edərək bunları təmin edə bilərik. Bunu horizontallıqda olduğu kimi vertikallıqda da verə bilərik. Məsələn, gələk burada vertikallıq verməyə çalışaq. Bu nöqtəni gətirirəm, məsələn, bura. Əlaqə vermənin daha qısa yolunu indi göstərəcəm sizə. Hər dəfə burada Relations'dan Add Relations'a getməyinizə ehtiyac yoxdur. Bu nöqtəni, məsələn, bu nöqtə ilə əlaqə verib vertikal eləmək istəyirsinizsə, Ctrl-u basıb saxlayın. Daha sonra bu nöqtə və bu nöqtəni seçin. Daha sonra solda vertikallığın avtomatik olaraq daha qara formada yazıldığını görəcəksiniz.
vertikallığa klik elədiyiniz zaman artıq bunlar vertikal olaraq eyni hizada olurlar. Belə hərəkət elətdirdiyimiz zaman. Bu şəkildə biz dediyim kimi iki fərqli fiqur arasına da verə bilərik bunları və ya özü arasında da verə bilərik bu horizontallığı və vertikallığı. Tutaq ki, dərəcə altında belə bir xəttimiz var. Bu xətti vertikal olaraq düz eləmək istəyirəm. Yəni vertikallıq vermək istəyirəm buna. Vertikallığa klik elədiyimiz zaman vertikal olur. Gəlib bu relationu silmək üçün bu relation'ın üzərinə klik edirsiniz. Kiçik vertikallıq relation olduğu göstərən göstərici var burada. İkon var. Buna klik edib delete'e bastığınız zaman avtomatik olaraq o silinir. Artıq vertikal deyil. Bucaq altında hərəkət edə bilir. Həmən yenidən vertikallıq verək. Hal-hazırda isə bucaq altında hərəkət edə bilmir. Vertikal olaraq qalır. İndi silək. Vertikallıq verdiyimiz kimi horizontallıq da verə bilirik. Klik eləyək. Burada vertikallıq deyil, horizontallığa klik eləsəm, horizontal olacaq bu şəkildə. Artıq horizontallığı pozmaq olmur. Dediyim kimi, daha qısa yolu yenə eyni cür. Məsələn, bunları kontrol basıb bir-bir seçə bilərsiniz. Amma yaddan çıxarmayın ki, sizə bu şəkildə seçmələri də göstərmişdim. Məsələn, bu şəkildə seçməni xatırlasaq, hər hansısa bir yerinə toxunsa, həmən seçir. Məsələn, bu üçün seçmək istəyirəm. Bu şəkildə seçirəm. Sonra gedirəm, equal verirəm. Artıq bir-birinə bərabərdir bunlar. Bir yerdə böyüyüb kiçiləcək. Sonra məsələn, bunlar arasında əlaqə verib böyüdüb kiçilmək istəsəm, məsələn, tutaq ki, Smart Dimension'a keçid edib hər hansısa bir ölçü verməyə çalışım. Bunun ölçüsü olsun 50. Avtomatik olaraq digərləri də böyüyür. Bu şəkildə tez bir əlaqə də verə bilirsiniz. Əlaqə vermə mövzusunu gələcəkdə daha geniş şəkildə anlatacağım. Narahat olmayın. Hal-hazırda bu qədər bilməyinizə bəs eləyir. Çəkimləri etdiyimiz müddətdə mən əlaqələri sizlərə göstərəcəm və bu şəkildə əlaqə verməni anlatacağım sizə və çəkimlərdə xüsusi olaraq harda əlaqə verməniz məntiqlidir, bunları göstərəcəm sizə.